şəhər mənzil fondunun yenilənməsinə böyük ehtiyac var və bu yenilənmədə ən böyük problemlər vətəndaşlarla, demək, investorlar arasında qiymət razılaşmasıdır. Ona görə də mən öz çıxışımı daha çox bu istiqamətdə yönəltmişəm və sonda da bir-iki təklifi səsləndirmək istəyirdim. Bakı şəhərində köhnəlmiş və qəzalı binaların yenilənməsi şəhərsalma siyasətinin prioritet istiqamətidir. Bu proses yalnız fiziki yenilənmə deyil, həm də hüquqi və sosial ədalətin təmin olunmasıdır. Məhz bu səbəbdən qiymətləndiricilərin və qiymətləndiricilər palatasının rolu burada mühüm əhəmiyyət kəsb edir. Əvvəla qeyd edim ki, mənzil fondunun yenilənməsi zamanı kompensasiyanın ədalətli və şəffaf ödənilməsi, mülkiyyət hüququnun qorunması əsas prinsipdir. Bu vəzifənin yerinə yetirilməsində qiymətləndiricilər obyektiv bazar dəyərinin hesablanması ilə kritik rol oynayır. Onların rəyi mülkiyyətçi və dövlət arasında inam körpüsü rolunu oynayır. Qiymətləndirmə prosesində müasir metodologiyalardan, müqayisəli satış, gəlir və xərclər yanaşmasından istifadə edilir. Bu hesabatlar şəffaf şəkildə hazırlanır, əsaslandırılmış düzəlişlər qeyd olunur və hər bir vətəndaşa mülkiyyətinin hansı məbləğə dəyərləndirildiyi aydın olur. Bu da sosial etimadı və razılığı artırır. Eyni zamanda kompensasiya bəzən yalnız bazar dəyəri ilə məhdudlaşmır. Dövlət layihələri çərçivəsində mülkiyyətçilərə 20, bəzən də 30% əlavə ödəniş tətbiq olunur. Bu isə ədalətli dəyər prinsipinin praktik təzahürüdür. Qiymətləndiricilər bu əlavə dəyərin əsaslandırılmasında da mühüm rol oynayırlar. Bu prosesdə 3 əsas maraqlı tərəf var. Mülkiyyətçilər, investorlar və dövlət. Qiymətləndiricilər bu maraqların balanslaşdırılmasında obyektiv meyar təqdim edirlər. Mülkiyyətçilər üçün dəyərli kompensasiya, investorlar üçün iqtisadi dayanıqlıq, dövlət üçün isə sosial sabitlik və şəhər infrastrukturunun yenilənməsi hədəflənir. Qiymətləndiricilər heç bir tərəfin mövqeyini tutmur, onların mövqeyi yalnız obyektiv bazar dəyəridir. Palatanın təsdiqlədiyi etik kodeks və məhz bu müstəqilliyi də tələb edir. Beləliklə, qiymətləndirmə ədalətli və şəffaf aparılırsa, nə vətəndaş zərər görür, nə investor və nə də dövlət artıq vəsait ödəyir. Hörmətli iştirakçılar, qiymətləndirmə palatası olaraq biz bu mühüm prosesdə ədalətli qərarların verilməsi, hüquqların qorunması və cəmiyyətin maraqlarının təmin olunması üçün üzərimizə düşən məsuliyyəti daşıyırıq. Hər qiymətləndirmə bir ailənin taleyinə, bir icmanın rifahına təsir edir. Biz bu məsuliyyəti dərk edir, vətəndaşın layiqli dəyər almasına xidmət edirik. Və bir neçə palatanın da təklifi var. Təkliflər nədən ibarətdir? Mənzil fondunun yenilənməsi prosesi başlamazdan əvvəl əhalinin məlumatlandırılması və onların iştirakı ilə ictimai dinləmələrin təşkili zəruridir. Sakinlərə layihənin mahiyyəti, hüquqları, təklif olunan kompensasiya mexanizmləri barədə əvvəlcədən ətraflı və aydın məlumat verilməlidir. İctimai monitorinq komitələrinin yaradılması və qərarların kollektiv iştirakla qəbul edilməsi sosial narazılığı əhəmiyyətli dərəcədə azalda bilər. İkinci, ən çox gərginlik yaradan məqamlardan biri əmlakın dəyərinin düzgün hesablanmaması ilə bağlıdır. Qiymətləndirmə şəffaf, əsaslandırılmış və izahlı şəkildə aparılmalı. İstifadə edilən metodlar və müqayisə obyektləri hesabatda açıq şəkildə göstərilməlidir. Vətəndaşlara alternativ müstəqil qiymətləndirmə hüququ da verilməlidir ki, nəticə ilə razılaşmadıkları halda əlavə ekspertizaya müraciət edə bilsinlər. Üçüncü, sakinlərə tək bir yox, bir neçə kompensasiya variantı təklif olunmalıdır. Bunlara pul kompensasiyası, yeni tikildən mənzil, kirayə haqqının ödənilməsi və ya yaşayış şəraitinə uyğunlaşdırılmış alternativ mənzil daxildir. Əlillər, yaşlılar və az təminatlı ailələr üçün də əlavə sosial dəstək paketləri də nəzərdə tutulmalıdır. Dördüncü, sakinlərlə daim ünsiyyətdə olacaq mediatorlar prosesə cəlb olunmalı, köçürülən ailələrə psixoloji adaptasiya dəstəyi göstərilməlidir. Yaşlı insanlar üçün yeni mühitə uyğunlaşma xüsusi diqqət tələb edir. Və beşinci, hüquqi tənzimləmələrin gücləndirilməsi və normativ çərçivənin təkmilləşdirilməsi vətəndaşlara mənzil fondunun yenilənməsi zamanı hüquqlar haqqında memo sənədi təqdim edilməli və hüquqi maarifləndirmə aparılmalıdır.
Qanunvericilikdə yenilənməyə kompensasiya məsələsi daha konkret və sosial ədalət prinsipinə uyğun formada tənzimləməlidir. Və sonda yekun olaraq bir daha qeyd etmək istərdim ki, ölkənin söküntü prosesində uğur yalnız tikinti nəticəsində yeni binaların inşası ilə deyil, həm də vətəndaşın razılığı, hüquqlarının qorunması və cəmiyyətin inamı ilə ölçülür. Qiymətləndirici palatası olaraq biz bu inamın təminatçısı olmaq və söküntü prosesində sosial sabitlik və ədalət çərçivəsində həyata keçirilməsinə dəstək göstərmək üçün daim fəaliyyət göstərməyə hazırıq. Təşəkkür edirəm.